Önce paltarlarımızı asaq. Herkese salam, kanalıma ve yeni vloga hoş geldiniz. Bugün mətbəx təmizliyi videodan başlamak istedim bu vlogu. Aslında bu videonu mən çekmeyi istemirdim. Eləcə yığışdırıb və işimi bitirəcəydim. Sadece işim çıktı. Mesela yeməyimi pişirdim, bilinçik pişirdim, ortalıq qarışdı. Getdim uşaqlara baş çəkdim. Mətbəxə qayıdarkən dedim ki, buradan yaxşı bir vlog çıxar. Ona görə qoşdum ştativi və başladım çəkiliş etməyə. Bir neçə xanım dedilər ki, bəs çox əşya yığırsınız kuxunada. Mən belə aydınlıq gətirmək istərdim bu fikrə. Əslində belə deyim ki, mən çox əşya yığmıram stolun üstünə. Baxıram xaricdə də, bizdə də məsələn çox əşya yığanlar var. Məsələn divardan qaşıq falan da asanlar var, stakan da asanlar var. Mən amma düşünürəm ki, çox elə bir şey yığmamışam. Həm də zövq məsələsi də var. Hansı ki, kiminsə xoşu gəlir çox olsun, kiminsə xoşu gəlir az əşya olsun. Mən əslində minimalistliyi çox sevirəm, çox bəyənirəm az əşya olanda, amma özümdə nədənsə bəyənə bilmirəm onu. Elə bilirəm ki, çox lütdür, ortalıq boşdur. Ona görə çalışıram nəsə doldurum, belə qəşəng mətbəxə girəndə məsələn gözüm gözəllik görsün, xoşuma gəlsin. Bir də mən son vaxtlar nəyə fikir verdim? Mənim stolum üstü taxta effektli daxı. Düşünürəm ki, ona görə ola bilsin ki, əşya çox görsənir. Bəlkə də stolum üstü ağ rəngi olsa və qoyduğum orada aksesuarlar ki var ki, nə bilim divardan asdığım falan, bəlkə də gözə çox görsənməz. Amma belə də çox bəyənirəm. Sadəcə oradan mən airfryerə götürə bilərdim. Məsələn, hərdən bir nəsə bişirmək lazım olanda çıxardıb bişirərəm, sonra qayıdıb yerinə qoyaram. Bir də bilmirəm orada ramkaya fikir verdinizsə, deyəsən çox böyükdür. Onu biraz balacalaşdıra bilərəm. Balaca bir ramka qoya bilərəm ki, daha qəşəng səliqəli görsənsin. Amma etapda istəyərdim ki, hər şey əlimin altında olsun da. Məsələn, çaydır, kekliyotudur, pesokdur. Pesok deyəndə şəkər tozu yəni ki. Onları məsələn yığmaq istəmərəm. Sonra mənim çaynikim var. Dəm çaynikim hansı ki, altılığı ilə bir yerdə həmişə stolun üstündə olur. Yenə də çox sağ olun sizin fikirləriniz üçün. Nəzərə də alacağam təbii ki. Çalışacağam heç vaxt oranı lap da belə bərbad gündə dolu eləməyim. Temudan sifariş etdiyim bu qab setkasını sizə şiddətlə tövsiyə edirəm. O qədər gözəldir, o qədər pratikdir ki, yəni xarab olmur da. Qazandır, tavadır. Baxın bunları cızmır. Çox qəşəng bir maraqlı bir şeydir. Yəni cızma deyilən şey yoxdur da. Çox rahat aparır. Məsələn, lap qalın yanmış qazan olarsa, lap onu da qəşəng aparır. Sadəcə biraz ehtiyatlı olun. Lap da bərk belə sürtməyin deyərdim. Nə bilim, heç özüm problem yapmışam düzdür bəlkə eləməyi, bilmirəm. Cızar, amma satıcı da söz verir ki, bəs heç vaxt sizin qazanınıza zərər verməyəcəkdir. Ona görə tövsiyə edirəm. Əgər istəsəniz yazın mənə, sizə linkini atarım.
termopodum haqqında çox sual gəlmişdi. Dedim burada cavablandırırım. Deməli biz bunu Siderəkdən birinci sıradan 210 manata aldıq. Deməli 210 da yox, 230 demişdi. Yoldaşım 20 manat qırdı. Panasonic firmasıdır. Azərbaycana bu çayniklər yeni satışa gəlibdi. Harca 3-4 il olardı belə. Bu termopod əslində illər öncə də var idi bizdə. Hardasa 20 il bundan qabaq mənim 13-14 yaşım olardı. 10 il qarantiyası var. Uzun müddət sizə xidmət eləyəcəkdir belə deyim. 7-24 isti qalır. Yəni daim sizin isti çayınız olur da. Əsasən də evdə körpəniz varsa, körpəli evə vəbşi çox yaxşıdır ki, gecə yuxudan ayılanda bilərsən ki, sənin isti suyun var. Belə bir filtr qoşdurduq. Artıq bizim də təmiz suyumuz olacaqdır. Bu filtrlə mən artıq vidalaşmış olacağam. Uzun müddət istifadə edirdim. Əslində bu da çox yaxşıdır. Bunun burada şkalası da var. Bu qırmızıya çatanda artıq o deməkdir ki, filtri dəyişmək lazımdır. Bu çox yaxşı bir şeydir. Siz də məsələn alsanız, bundan almağınızı tövsiyə edirəm. Şkalalı almağınızı tövsiyə edirəm. 2 dəfə boşaltmaq lazımdır ki, tərtəmiz olsun. Ondan sonra artıq istifadə eləmək olar. Məndə artıq vinil qalmışdı. İstəyirəm onu gələn dəfə, indi yox, gələn dəfə o divara yapışdıracağam ki, ora pis görsənməsin. Düzdəsində belə baxanda heç kim görmür. Amma yenidən mən yapışdıracağım. Bir də bura vinil istəyirəm yapışdırım ki, şişmə falan olmaz. Artıq demək olar ki, qurtarır. Bu da qurtarsın, söndürəcəm və gözləyəcəm bir dəfə də dolsun. Ondan sonra yenə belə boşaldıram, ondan sonra istifadə eləmək olar. Getdiksə dərəyə ki, bəz aboyalaq, uşaqların otağına artıq aboylayaq və biz o otaqdan çıxaq, oraya artıq təhvil verək uşaqlara. Bu da həmin otaqda hansı ki əkizlərin otağı olacaqdır. Aboy göstərim sizə. Belə bir şey aldıq. Bu da yenə mətbəxdəki kimidir. Ona oxşamır düzdür, amma bu da elə bir ki, şpaklyovka effektlidir. Çox qəşəngdir, amma baxın. Gözəldir. Özüm belə sadə istəyirəm. Ümumiyyətlə dekor istəmirəm. Çünki mən illərdir elə dekor görürəm divarda. Ona görə hər yeri sadə eləyirəm. Hal-hazırda belədir. Başlamışam artıq söküntü işlərinə. Soydum. Alt qatı qalıbdı, ısladıb sökəcəm. Əgər təmir video sizə maraqlıdırsa, o zaman kanalıma keçid edin. Aşağıda var təmir videolarımız. Yəni burada daha ətraflı göstərməyəcəm. Sadəcə etapları göstərəcəm ki, məsələn bu divarı söktük belə. Daha doğrusu mən söktüm. Yoldaşım işi də hələ gəlməyibdi. Məsələn də yəni deyirəm ki, məsələn bunu belə elədik, sonra yapışdırdıq, sonra buraları dəyişdik belə. Ona görə əgər İzləmək istəsəniz, o zaman kanalıma keçin, baxın, orada təmir videolarımız var. Yəni yoldaşımla özümüz yapışdırmışıq aboyu da, mətbəxdə də, qızımın otağında da. İndi buranı da özümüz eləyəcəyik. Biz bütün aboyu söktük və aboyun ikinci qatı ki olur, onu da söktük. Ən son buranı söktük. Buna baxın. Burada naliçnikləri falan çıxartdıq. Bir gündədir ki, buralar dəhşət gündədir. Təsəvvür edin ki, burada nə qədər nəmişlik var idi. Nəmişlikdə, baxın, bu kravatın arxasına fikir verin, polkadır. Burada da havalanma olmurdu. İminlə bu kravat duran yer suydu divar. Yəni biz su heç bir şey eləməmişdik. Dəhşət nəmişlik idi və buralar qapqara idi. Bir də burada birazı var. Buranı həll eləyəcəm. Yəni ki, o qara izlər artıq yoxdur, getdi. Sadəcə biraz fikir verin. Həm o divar da var, həm də baxın burada da var belə. İndi istəyirəm bunu dama hissəsindən həll eləyim. Sonra şpaklyovka dedim, elə bir ki, şlifovka eləyərik buranı və üzərindən nəsə deyirlər, İzotek, yoxsa nəsə belə bir adı var idi. Usta dedi ki, ondan alıb həll eləmək lazımdır. Elə bir ki, onu çəkirsən, üzərindən bir dənə belə şpaklyovka keçəcəyik bundan ağ rəngdə və ondan sonra artıq quruyandan sonra biz aboyu yapışdıra bilərik. Buralar da qapqaradır. Baxın, suyun nəticəsi də hamısı, bütün divar su idi. Havalanma olmayıb deyə bu evdə. Əvvəlki ev sahibləri havalanma etməmişdilər burada. Ona görə buralar belə bu vəziyyətdədir. İndi aynaları açmışam ki, havalansın. Bu da aboydur, bu da naliçniklərdir. Belə. Yəni evin vəziyyəti hal-hazırda belədir. Həm sizlər üçün, həm də shorts videomu izləyən izləyicilərim üçün faydalı olsun deyə həm burada, həm də shorts olaraq paylaşdım ki, hamı faydalansın. Əgər sizdə də nəmişlik belə kif izləri varsa, o zaman domestosla rahat təmizləyə bilərsiniz. Çox yaxşı üsuldur. Bunu da mən yeni kəşf etdim. Day kif ləkəsini təmizləmək üçün ayrıca vasitə almağa ehtiyac yoxdur. Bu kravatı da satdıq. İndi gəlib qardaş söküb aparacaqdı. Yəni bizə lazım deyildi də bu, onsuz da satmalıydıq. Bunu da sonra şkafı bir də güzgün də satacağıq, amma hələ yox. Hələ ki onlar qalsın. Əsas bir də bunu satdıq, bir də yanındakı tumçikalar satıldı.
Gəldilər, apardılar. Buralar boşaldı. Biz sizinlə boydaydı kravat. Yadınızdadır, uşaq vaxtı bizdə rayona gedərkən yerdən 5-6 uşaqlıq yer hazırlayırdıq. Baxın, o kravat eynən o boydaydı, yepyekə. Elə bəyənmirdim ki, onu mən istəyirdim tezliklə çıxsın bursan. Axır ki satdıq. Kif də pletin. O sözdə yeni öyrəndim. Kifi də belə qəşəng təmizlədim. Buranın aboyunu gələn videoda görəcəksiniz. Artıq hazır halını. Ona görə kanalıma abunə olun, dəstək olun. Mütləq like edin. Əgər bəyənirsinizsə videomu, daha bol-bol videolar paylaşmağım üçün mənə dəstək olun mütləq. İndidən hər kəsə dərin təşəkkürümü bildirirəm. Gəlin indi biraz keçmişə qayıdaq. Bu videonu mən digər evimizdən çəkmişdim. Həmin vaxt ki fikirləşirdim ki, özümə kulinariya kanalı açacağam və orada aktiv belə nə bişirirəmsə çəkib paylaşacağam. Sonra fikirləşdim ki, bəs artıq şeydir. Yəni nə bilim düşünürdüm ki, yığar, yığmaz, ona görə başını buraxdım. Hətta bu videonu belə fikir verərsiniz, deyəcəksiniz ki, bəs bu nədir ki, bunu sən çəkibsən və paylaşıbsan. Orada sadəcə özümü yoxlamaq istəyirdim ki, kulinariya kanalındakı görün məndə alınırmı, davam eləyimmi? Sonra tamiz başını buraxdım. Yəni o kanalı yerdə sildim. Hansı ki orada mənim artıq 25 izləyicilərim var idi. Short videolarımı falan paylaşmışdım. Düşünürdüm ki, bunları da yavaş-yavaş paylaşacağım. İndi mənim köynədən çəkdiyim belə yemək videolarım var. Məsələn bu burada doğğa hazırlayıram. Bəlkə də kimsə bilmir, bəlkə də kimsə öyrənmək istəyir, bəlkə də kimsə yeni ailə həyatı qurubdur və bilmək istəyir. Girib YouTube-dan araşdırır, baxır. Ona görə mən də düşündüm ki, bu videoda burada faydalı olar kiməsə. Ona görə çəkmişdim bunu. Nəysə, buralara baxıram, biraz darıxıram təbii ki, əvvəlki mətbəxim üçün. Mən bir də başqa digər belə çəkdiyim videolar var, hansılar ki, onları da istəyirəm belə videoların arasında çəkim paylaşım. Əslində heyfim gəlir, silmək istəmirdim. Dedim, vloqlarda paylaşaram. Həm izləyicilərim deyir ki, uzun vloq çəkin, həm də düşünürəm ki, bəlkə də kiməsə də faydalı olar deyə belə paylaşaram. Və bura qədər izlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun ki, videolarıma axıra qədər baxırsınız və mənə dəstək olursunuz. Kim ki mənə abunə deyilsə, mütləq abunə olun, çünki maraqlı videolar hələ qabaqdadır. İndidən hər birinizə dərin təşəkkürümü bildirirəm. Hələlik!